Salam, xoş gördük sizləri. Bugün sizlərlə vulkan mövzusuna baxacağıq. Vulkan, gördüyümüz bu konusvari relyef formasına malik olan relyefdir. Vulkan. Vulkan sözünün özünün mənası vulkanos sözündən götürülüb, od, alov deməkdir. Vulkan püskürməsi zamanı baş verən, yəni bu relyefin yaranması üçün baş verən hadisələrin ardıcıllığına baxaq. İlk növbədə onu yadımızda saxlamalıyıq ki, e, i- deməli, tektonik hərəkətlərin nəticəsində dərinlikdə başlayır çatlar yaranmağa. Sonra yer qabığında yaranan çatlara, yerin dərinliyində baş verən yüksək təzyiq hesabına üst mantiyada ərimiş maddə olan maqma daxil olur. Bu çatlara daxil olaraq yer səthinə doğru hərəkət eləyir. Onun burada yaratdığı boğaz adlanır vulkan boğazı. Biraz rəngi dəyişim ki, fərqlənsin orada. Vulkan boğazı. Baxın, bu isə vulkan boğazı adlanır. Onun yer səthinə çıxarkən yaratdığı çökəklik adlanır krater. Kraterlər ölçülərinə görə iki cür olur. Bir, kaldera, kaldera. Kraterin növüdür. İki, mar, mar. Ne oldu bunlar? Kraterin ölçüsüne göre növü. Kaldera ölçüsü krater. Kaldera ölçüsü 1,5-2 kilometre olan, yani diametri 1,5-2 kilometre olan böyük ölçülü kraterlərə kaldera deyirik. Mari isə ölçü nisbətən kiçik olan, diametri 100-200 metr arasında olan kraterlərə mar deyirik. Güclü partlayış baş verən zaman böyük ölçülü krater yaranır, yəni kaldera yaranır. Deməli, birinci nə oldu? Tektonik hərəkətlər nəticəsində dərinlikdə çatlar yarandı. Sonra radioaktiv elementlərin parçalanması hesabına yüksək təzyiq yaranır. Onun hesabına yüksək təzyiq və temperatur maqmadakı, yəni üst mantiyadakı maddələr əriyir, maqma yer səthinə doğru hərəkət edir. Yer səthinə çıxarkən yaratdığı bu çökəklik adlandı krater, yer səthinə çıxana qədər olan yer isə adlandı vulkan boğazı. Daha sonra püskürülmüş magma yer səthinə vulkan prosesi nəticəsində püskürdükdən sonra adlanır lava. Yəni burada olan artıq qırmızı rəngdə gördüyümüz lava axınıdır. Yer səthinə çıxana qədər olan hissəsi isə adlanır magma. Yer səthinə çıxarkən nələr yaradır? Özü ilə birlikdə zəhərli qaz atmosferə buraxır. Zəhərli qaz, su buxarı, kül, vulkan bombaları və yer səthinə çıxan ərimiş lava. Yer səthinə bunlar çıxır. Lava deməli, maqma yer səthinə əgər çıxıb soyuyursa, yer səthində yaratdığı süxurlar adlanır effuziv süxurlar. Effuziv. Yəni maqma çıxdı yer səthinə. Bura qaynar şəkildədir. Sonra müəyyən müddət keçdikdən sonra soyuyur və bərkiyir. Onun yaratdığı süxurlar adlanır effuziv süxurlar. Bir də var, maqma yerin daxilində, bax bu çatlarda bura dolub, burada qalıb bərkiyib. Buna deyirlər intruziv süxurlar. İntruziv. Effuziv süxurlar, intruziv. Effuziv suxurlar əsasən yumşaq suxurlar olur, su keçirən suxurlar olur, məsaməli suxurlar olur. İntrüziv suxurlar isə yerin daxilində olduğuna görə məsaməsiz, hava keçirməyə, su keçirməyə və bərk olur, ağır halda olur. Misal üçün, intrüziv suxurlara qranit nümunə göstərə bilərik, qabron nümunə göstərə bilərik. Effuziv suxurlara ə, pemzanı, vulkan külünü, vulkan tufunu nümunə göstərə bilərik. Bunlar yer səthinə çıxan, maqma nəticəsində yer səthinə çıxan süxurların təsnifatı idi. İki cür oldu. Effuziv və intrüziv süxurlar. Kraterimizdə iki cür oldu. Kaldera və mar. İndi növbəti hissəyə baxaq. Bu yer səthinə çıxan lavanın tərkibinə görə də iki cür olur. Turş tərkibli, burada bir dənə markeri dəyişək. Turş tərkibli lava var, turş. Bir də var əsasi tərkibli lava. Turş tərkibli lavaya nə deyirik başqa? Bunlara stratovulkanlar adlandırırıq. Bu vulkanların partlayışı güclü olur. Səsi də güclü olur. Hündürlüyü də çox olur. Nəyə görə hündürlüyü çox olur? Bu türk tərkibli lavaların tərkibi əsasən qatı olur. Qatı. Lavanın tərkibi qatı olur. Soruşarlar ki, sizdən lavanın tərkibində, turş tərkibli lavanın tərkibində hansı süxurlardan təşkil olunub? Qranit, liparit və datsit. Bu qatı dediyimiz yerə aiddir. Qranit, liparit və datsit. Liparit və datsit. Bu turş tərkibli süxurların
lavanın tərkibidir. Lava qatı olduğuna görə yer səthinə çıxır, üst-üstə yığıldıqca soyuyur və bərkir bu konsavari forma alır. Hündürlüğü getdikcə artır buna görə. Buna görə deyirik ki, turş tərkibli lavalarda, daha doğrusu vulkanlar hündür olur, lavası qatı olur. Hündür olduğuna görə partlayış gücü də daha yüksək olur, dağıntısı da çox olur və bu vulkanlar adlanır stratovulkanlar. Əsas məsələ bu vulkanlar hansı hissədə baş verir? Materik tipli yer qabığında baş verən vulkanlar turş tərkibli vulkanlardır. Necə yadınızda saxlaya bilərsiniz? Lavasının tərkibində qranit var. Materik tipli yer qabığında qranit təbəqəsi var. Amma okean tipli də yoxdur. Ona görə deyir ki, materik tipli yer qabığında baş verən vulkanlar adlanır turş tərkibli və ya stratovulkanlar. Bu birinci hissəmiz. İkinci vulkanlarımız isə adlanır əsasi tərkibli vulkanlar. Əsasi tərkibli vulkanlar necə olur xüsusiyyəti? Bu vulkanlar əsasən okean tipli yer qabığında baş verir. Okean tipli yer qabığında baş verir. Okean tipli. Bu vulkanlar deməli lavası sıyıq olur, sıyıq şəkildə, yəni axıcılıq xüsusiyyətinə malikdir. Soruşa bilərsiniz, bunun lavası hansı elementlərdən təşkil olunub? Qalxanvari vulkanların bazalt, bazalt, andezit bazalt və andezit bazalt və olur deməli bazalt, andezit bazalt və periodit. Periodit. Bu əsasi tərkibli vulkanların lavasının tərkibi bu şəkildədir. Quruluşu necə oldu? Sıyıq. Hansı tərkib? Bazalt, andezit bazalt və periodit. Harda yayıldı? Okean tipli yer qabığında. Və bu vulkanlar da başqa cür necə turş tərkibli vulkanlar, stratovulkanlar adlandırılırsa, bu vulkanlar da adlanır qalxanvari vulkanlar. Nəyə görə qalxanvari adlanır? Çünki bu vulkanlar dediyi lavası sıyıq şəkildədir. Yer səthinə püskürdükcə axır gedir. Axdıqca da axıcılığı, yəni genişləndikcə öz əhatəsini genişləndirir. Və buna görə də bu vulkanlar dairəvi forma aldığına görə bu sanki deyirik ki, qalxana bənzəyir. Ona görə qalxanvari adlandırırıq. Ona görə əsasi vulkanların hündürlüyü də az olur. Hündürlüyü az. Çünki axı lava çıxdıqca əriyir gedir, axır gedir. Hündürləşdirə bilmir özünü. Ona görə deyirik ki, hündürlüyü az olur. Bu tip vulkanların partlayış gücü də zəif olur, dağıntısı da zəif olur və əsasən okean tipli yer qabığında baş verir. Bunlara nümunə kimi nəyi göstərə bilərik? Əsasi tipli vulkanlara və yaxud da qalxanvari vulkanlar deyirik. Bu vulkanların üçüncüdə adı var. Havay tipli də adlandırılır həmçinin. Üçüncü növ bu vulkanlara aiddir okean tipli yer qabığında yerləşən Mauna Loa vulkanı, Mauna Kea vulkanı, Heklanı və digərlərini göstərə bilərik okean tipli yer qabığında olan. Və bir də dedik ki, stratovulkanlar var. Stratovulkanlar da materik tipli yer qabığında olanları. Etna vulkanı, Vezuvi vulkanı, Kilimanjaro vulkanını, Krakatau vulkanını və digər vulkanları nümunə göstərə bilərik. İndi gəlin xəritə üzərində bu vulkanlarla tanış olaq. Deməli, baxaq, Avropanın vulkanlarına. Avropada İslandiya adasında yerləşir 3 dənə vulkan. Hekla vulkanı, Bardamburqa vulkanı və Eyjafjallajökull vulkanı. Daha sonra İtaliyanın ərazisində, yəni Appenin yarımadasında Vezuvi vulkanı. Siciliya adasında İtaliyanın ərazisində Etna vulkanı və Stromboli vulkanı. Deməli, İtaliyaya məxsus vulkanlardan biridir. Və bu vulkanların hamısı demək olar ki, fəaliyyətdə olan vulkanlardır. Fəaliyyətdə olmaq nə deməkdir? Vulkanlar fəallığına görə iki yerə bölünür. Fəaliyyətdə olan vulkanlara ayrılır, bir də sönmüş vulkanlara. Fəaliyyətdə olan vulkanlar o deməkdir ki, püskürməsi tarixi mənbələrdə və insanların hafizəsində yadda qalıb və hazırda püskürən vulkanlardır. Göstərdiyimiz vulkanların hamısı fəaliyyətdə olan vulkanlara nümunədir. Ən hündür fəaliyyətdə olan vulkan Cənubi Amerikada yerləşən Lülyaku vulkanıdır. Hündürlüyü 6723 metrdir bu vulkanın. Daha sonra bəs sönmüş vulkan nədir? Sönmüş vulkan min illər ərzində bəlkə də püskürüb, amma bunun püskürməsi ilə bağlı heç bir tarixi mənbə yoxdur. Biz hardan bilirik bu vulkandır? Onun ətrafında olan suxurlardan. Ətrafında yayılan suxurlar bizə məlumat verir ki, bu keçmişdə bir fəaliyyəti olub bu vulkan. Amma ümumiyyətlə tarixi mənbələrdə qalmayıb.
Biz sadəcə onun ətrafında olan süxurlara görə bunu dəyərləndiririk. Sönmüş vulkan adlandırırıq. Sönmüş vulkanlara nümunə kimi göstərə bilərik. Deməli, Qafqaz dağlarında Kazbek vulkanı var. Burada düşməyib. Kazbek vulkanı xəritədə bölünüb deyə düşməyib. Daha sonra Afrikada olsun Cameron vulkanı. Cameron deyirəm, Kenya vulkanı. Kenya. Sonra Ant dağlarında Chimborazo vulkanı, San Pedro vulkanı. Bunlar sönmüş vulkanların nümunədir. Digər vulkanların da yerlərinə baxaq. Kamçatka yarımadasında Kulyuçi-Sopkası vulkanı Rusiyaya məxsusdur. Yaponiya adasında Fudziyama vulkanı yuxarıda, Aso vulkanı isə aşağıdadır. Yapon adalarında yerləşir. Yaponiyaya məxsus vulkandır. Filippin adalarında 2 dənə vulkandır. Şimal adasında Pinatubo, Cənub adasında isə Apo vulkanıdır. Cənub-Şərqi Asiyada, Sumatra adasında Kerinci və Krakatau vulkanları, Yava adasında isə Semeru vulkanı var. Fəaliyyətdə olan vulkanlara nümunədir. Krakatau vulkanı həmçinin dünyanın ən səsli vulkanı hesab olunur. Daha sonra Amerikada Alyaska yarımadasında Katmai vulkanı, deməli Rainier vulkanı, ABŞ-ın ərazisində Shasta, Meksikanın ərazisində Colima, Popocatépetl, Orizaba, daha sonra Taxumoko, Momotombo kimi vulkanlar var. Bunlar həmçinin Ant Kordilyer geosignal qurşağında yerləşir. Ant dağlarında yerləşən vulkanlar hansılardır? Ruiz vulkanı, Cotopaxi, Chimborazo sönmüş vulkanlar, Chimborazo daha doğrusu San Pedro sönmüş vulkanlar, Liliaco dünyanın ən hündür vulkanı, Ojos de Salados vulkanı Argentinanın ərazisində. Okeaniyada yerləşən vulkanlar, divergent zonada yerləşən vulkanlar, Mauna Loa, Mauna Kea, Kilauea, Havay Adaları vulkanı. Daha sonra Afrikada yerləşən vulkanlar Cameron vulkanı, Karisimbi, Kenya və Kilimanjaro vulkanını göstərmək olar. Həmçinin Kilimanjaro Afrikanın ən hündür yeridir, zirvəsidir. Bu vulkanın zirvəsi. Daha sonra bir də var, burada təsvirini verməmişəm, palçıq vulkanları anlayışı. Palçıq vulkanları nədir? Palçıq vulkanları yer səthinə püskürərkən lava axmır. Lavanın yerinə palçıq püskürür. Həmin palçıq da salza adlanır. Palçıq bərkiyəndən sonra yaranan süxur isə adlanır brektiya. Dünyada ən çox palçıq vulkanı yayılan ərazilərdən biri də Azərbaycandadır. Azərbaycan həm neftli qazlı sahələrdə, həm də geosignal qurşaqda yerləşdiyinə görə palçıq vulkanlarla zəngindir. Bu vulkanları bəzən pseudo vulkanlar da adlandırırıq, yəni yalançı vulkanlar. Bu vulkanlara dünyada harda rast gəlinir? Daha çox Yeni Zelandiyanın ərazisində, Ukraynada bircə saniyə göstərim. Ukraynada Krım və Taman yarımadalarının ərazisində, daha sonra İslandiyanın ərazisində daha çox rast gəlinir. Yeni Zelandiya bu şəkillərdə düşməyib. Yeni Zelandiyanın ərazisində daha çox rast gəlinir. ABŞ-da, Meksikada, ABŞ-da, Meksikanın ərazisində daha çox rast gəlinir palçıq vulkanlarına. Bir də Rusiya Federasiyasında rast gəlinir. Bir də var burada şəkildə geyzerlər. Geyzer nədir? Geyzer faal vulkanizm proseslərinin baş verdiyi ərazilərdə yeraltı suların yüksək təzyiqlə yer səthinə doğru çıxmasıdır. Bu proses adlanır geyzerlər. Təzyiqli fəvvarələr geyzerlər adlanır. Onların yer səthinə çıxartdığı suxurlar isə, duzlu suxurlar isə adlanır geyzeritlər. Geyzeritlər. Geyzerin yer səthinə çıxartdığı bu qıfa bənzər çökəklik isə adlanır qrifon. Dünyada geyzerlər, yəni yüksək təzyiqlə yer səthinə çıxan bu fəvvarələr ən çox yayılıb İslandiyada, Kuril adalarında, daha sonra Yeni Zelandiyanın ərazisindədir ki, o da bura düşməyib. Kamçatka yarımadasında, Appenin yarımadasında, İtalyan ərazisində, daha sonra ABŞ-da daha çox rast gəlinir geyzerlərə. Bu da fəal vulkanizmlə bağlıdır. Vulkan püskürməsi nəticəsində yer səthindən gələn sulardır, təzyiqli sulardır. Həmin çatlar vasitəsilə yer səthinə daxil olan. Dərsimiz bu qədər.